Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə maddə kütləsinin saxlanması qanunu dərsində olan öyrəndiklərinizi yoxlayın blokundakı tapşırıqların izahını bölüşürəm. İlk suala diqqət edirək. Maddə kütləsinin saxlanması qanunu necə ifadə olunur? Biz dedik ki, maddə kütləsinin saxlanması qanununa əsasən reaksiyaya daxil olan maddələrin kütlələrinin cəmi reaksiyadan alınan maddələrin kütlələrinin cəminə bərabərdir və qanun da bu şəkildə ifadə olunur. Qanun Lomonosov və Lavoisier tərəfindən kəşf olunmuşdur. Növbəti keçək ikinci suala. İkinci sualda bizə bildirilir ki, açıq havada mis lövhənin qızdırılması zamanı onun kütləsi artır. Bu reaksiya üçün maddə kütləsinin saxlanması qanunu ödənirmi? Cavabınızı əsaslandırın. Bəli, əlbəttə ödənir. Ümumiyyətlə, maddə kütləsinin saxlanması qanunu bütün kimyəvi reaksiyalar üçün ödənir. İndi bu reaksiyanı da məsələn mən yazıram. Mis qızdırılırsa oksigen mühitində üzərinə gəlirəm oksigen, alınır mis oksid. Və bu zaman da biz kimyəvi reaksiyanı yazdıqdan sonra nə etməliyik? Əmsallaşdırmalı. Görürəm ki, sağ tərəfdə bir mis atomu var, sol tərəfdə də bir mis atomu. Lakin sağ tərəfdə bir oksigen atomu olduğu halda sol tərəfdə 2 oksigen atomu var. Ona görə də mən mis oksidin qarşısına 2 yazıram və bu zaman 2 oksigen atomu olmuş olur. Mis atomu da 2 vurulsun 1. 2 mis atomu da olduğuna görə burada da misin qarşısına 2 yazıram. Və reaksiyada görürük ki, sağ və sol tərəfdəki atomların sayı bərabərləşdi. Əgər sağ və sol tərəfdəki atomların sayı bərabərləşdirsə, deməli kütlələr də bərabərləşmişdir deməkdir. Və eyni zamanda bunu tətbiq edə də bilərik. Deməli, misin bir atomunun kütləsi 64'dür. Burada görürük ki 2 mis atomu var. Yəni 64 vurulsun 2. Üzərinə gəlinsin. Oksigenin bir atomunun kütləsi 16'dır. 2 atomunun kütləsi isə olur 32. Bərabər olmalıdır. Reaksiya daxil olan maddələrin kütlələrinin cəmi alınan maddələrin kütlələrinin cəminə bərabər olmalıdır. Burada da görürük ki 2 mis atomu var. Yəni yenidən 64 vurulsun 2, yəni 128. Üzərinə gəlsin 2 oksigen atomu var. Yəni 32. Sağ tərəf sol tərəfə kütlə cəhətdən bərabərdir. Və buna görə də maddə kütləsinin saxlanması qanunu əlbəttə ki ödənir. Üçüncü suala diqqət edirək. Qapalı qabda maqnezium karbonat parçalandıqda qabın kütləsi dəyişərmi? Cavabınızı əsaslandırın. Əgər bu reaksiya düzdür, maqnezium karbonatın parçalanması nəticəsində karbon qazı əmələ gəlir. Lakin bu reaksiya qapalı qabda olduğuna görə həmin karbon qazı ətrafa, yəni qaz olaraq ətrafa ayrılmır. Elə qabın içərisində qalır. Ona görə də orada kütlə dəyişməsi baş vermir. Lakin əgər şərtdə açıq qab verilsəydi, bəli, orada karbon qazı ayrıldığına görə reaksiya nəticəsində kütlə azalması baş verərdi. Qapalı qab dediyinə görə kütlə dəyişmir.